Deməli, Albert Agarunovun qardaşı Rantik Agarunov bizimlə, bəli, İsraildən bizə qoşulub. Bizim ona suallarımız olacaq. Nə gözəl. Suallarınız varsa yazın, Sərdar oxuyacaq, sizin suallarınızı da verəcək. Mənim. Salam, necəsiz? Salam, çox sağ ol, yaxşıyıq. Mən sizi qucaqlamaq istəyirəm. Bax, mən bunu necə eləyə bilərəm? Bağrıma basıram sizi. Nə yaxşı ki, çıxdınız bizimlə canlı bağlantıya. Sağ ol, çox sağ ol. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Hamısı yaxşıdır, çox sağ ol. Yaxşı olasınız. Xəbərləri yəqin ki, izləyirsiniz və xəbəriniz var. Xəbərlər, hamısını izlədik. Nə deyə bilərsiniz? Hansı hissləri yaşayırsınız? Ürəyinizdən nə keçdi? Mən, məsələn, ağladım nəyi var? Əməlli başda oturdum, ağladım və dedim ki, nə gözəl, komandir, sənin qisasın alındı. Sən qalib gəldin, bütün düşmənlərin üzərində qələbə çaldın, Albert. Biz də sevindik belə hər şey. Birincisi, demək istəyirəm, bütün şəhidləri Allah rəhmət eləsin. Amin. Amin. Prezidentimizə də təşəkkür edirik ki, bu qələbə gününü Azərbaycan əskəri ilə o Şuşanı, Xankəndi hamısını qaytardı. Biz burada... Rantik bəy, üzr istəyirəm. Demək, Albert Agarunovla bağlı sizə bir-iki sualımız olacaq. Demək, bizə çox maraqlıdır. Biz Albertin yalnız bir neçə cümləlik çıxışını görmüşük. Dəfələrlə baxmışıq, bəlkə 100 dəfə baxmışıq, amma təəssüf ki, bundan ötə əlimizdə çox material yoxdur. İndi fürsət düşmüşkən sizdən gözləyirik Albertlə bağlı. Albert necə qardaş idi? Ümumiyyətlə, döyüşə gedəndə, son dəfə nə vaxt gördünüz onu döyüşə gedəndə? Nə dedi, getdi? Bu xatirələrdən qısaca bizə desəydiniz. Buyurun. Albert ən kiçikimizdir. Biz 8 qardaşıyıq. 2 bacı. Albert ən kiçikimizdir. O gedəndə, axırıncı dəfə onu gördüm. Aprelin 22'si idi. Axırıncı dəfə gəlmişdim Bakıya. Ad gündən qabaq. Onu da apardıq, yola saldım biz avtobusa kimi. Bize dedi ki, ya darıxmayın, heç nə olmayacaq, Şuşanı ala bilməzlər heç kim. Ayın 8'de xəbərimiz gəldi ki, Albert vurulub. Allah qəni rəhmət eləsin Albertə. Albert bizim qürurumuzdur, milli qəhrəmanımızdır. Bəs İsraildə Albert haqqında bilirlərmi, tanıyırlarmı? Yəni Azərbaycanın milli qəhrəmanı bir Yahudi balası var. Bilirlər, çoxsu bilir. İsrailin Müdafiə Nazirliyi də, hamısı bütün şey, hökumət də, İsrailin hökuməti hamısı bilir. Müdafiə Nazirliyi bu yaxınlarda gəlmişdi Azərbaycana. Şəhidlər xiyabanına getmişdi. Bilirlər, tanıyırlar, Albert'i tanıyırlar. Bəs gəlin sizə bir sual verim. Siz İsraildə olanda inanırdınızmı bir gün Albert'in canı bahasına olan o şəhərlər geri qayıdacaq? Bax, Albert çünki Şuşa uğrunda döyüşdü və təəssüf ki, namərd düşmən gülləsindən həyatını itirdi. Bax, İsrail'dəydiniz, uzaqdaydınız. İnanırdınız Şuşa qayıdacaq. Çünki Albert orada can qoymuşdu. Biz İsrail'də olsa da biz ildə 2-3 dəfə Bakıdayıq. Nə gözəl. Bu dəfə gələndə mütləq xəbər eləyin, xəbərin olsuna gəlin. Səraf günündə gələcəyik. Noyabrın 8-ci gün oradayıq. Mütləq, biz sizi gözləyirik. Biz çox vaxt gəlib gelirik. Bakıya çox gelib gəlirik. Yəni, vətənlə əlaqələrinizi, necə deyirlər, sıx saxlayırsınız. Rantik bəy, sonda qısa bir sual da verim sizə. Qoy Agarunovun portreti tamamilə insanların gözündə formalaşsın. Albert necə, uşaqlıqda necə idi? Dəcəl biri idi, yoxsa sakit biri idi? Necə aparırdı özünü ümumiyyətlə? Vaxtlıqlarlar nətər idilər. Biraz belə nətər şey. Dəcəllikləri vardı, elə mi? Təbii ki, o cəsarət, o belə deyək, öndə olmaq elə o hisslərdən gəlir. Rantik bəyə təşəkkür eləyək. Rantik bəy, var olun. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizin valideynləriniz Albert kimi bir övlad bəxş elədi bütün Azərbaycana. Təkcə sizin ailənizin övladı deyil.
Bugün Rantik əbədi olaraq 23 yaşında olacaq. Bax, şəxsən mən indi Rantikdən qat-qat yaşda böyüyəm. Amma Rantikin zirvəsi elə bir zirvədədir ki, ömür boyu ona və digər şəhidlərimizə həmişə təzim edəcəyik. Ruhu şad olsun və mən əminəm ki, onun ruhu bugün şaddır. Vurduğu tankı da gətirdik. Gördük. Gördünüz, tank da gəldi. Gəlin Albertin son müsahibəsinə bir daha qulaq asaq. Həmin o çətin qaranlıq gündə işıq saçan bizim o oğullarımızın simasına bir də baxaq. Sizinlə sağollaşırıq. Noyabrın 8-i Bakıya düşən kimi bizlə əlaqə saxlayırsınız və biz sizi burada gözləyirik. Təşəkkür edirəm Rantik bəy, minnətdarıq sizə. Sağ olun. Gəl baxaq bir də o görüntülərə. Ana danışa bir buraya baxır. Adın nədir sənin? Albert, Albert, hansı millət nümayəndəsi? Yahudi. Yahudiləri Azərbaycan torpağını qorumağa məcbur edir. Ona görə mən bu torpaqda yaşayıram. Sərdar, sən fikir verdin ki, ona sual verirlər. O bir qəribə qarşılayır ki, yəni bu nə sualdır mənə verirsiniz də? Yəni, Bəli, çox qəribə oldu. Nə sualdır mənə verirsiniz? Yəni, bu belə olmalıdır. Burada doğulmuşamsa bu vətən uğrunda döyüşməliyim. Yenə fotonu görürsünüz. Gənc insanlardır, cavan insanlardır. Mən bu şəkilə baxanda, həm də ümumiyyətlə bu tip şəkillərə baxanda insan bir qorxur. Məsələn, bilirik ki, Albert şəhiddir. Yanındakı insanı tanımadığında, bilmirik ki, o sağdırmı, şəhid olub, necə şəhid olub. Amma xəbərin olsun komandası möhtəşəm bir bir iş görüb. Ruhiyyə Balakişiyeva canlı bağlantısına qoşuluruq və sürpriz gözləyir hamımızı. Salam, sabahınız xeyir olsun. Bəli, artıq yeni mövsümümüz başlayıb. Bu da deməkdir ki, biz təkrar yeni canlı bağlantılarla siz tamaşaçıların qarşısında olacağıq. Biz bugün gəlmişik Hərbi Qənimətlər Parkına və təbii ki, bura gəlişimiz əbəs yerə deyil. Artıq bir çoxlarına məlum olduğu kimi bu tank Albert Agronovun vurduğu həmin o tankdır. İstəyərəm ki, bununla bağlı qısa bir məlumat verim. Hansı ki 1992-ci ildə ermənilərin Azərbaycan ərazisində işğalı zamanı gördüyünüz bu tank Şuşa şəhərinin ərazisində onlar üçün qələbə simvolu adlandırılsa da, amma axırda gəldi bizim qənimət simvolumuza çevrildi. Və elə bu tank Müzəffər Azərbaycan ordusunun lokal antiterror əməliyyatı zamanı ələ keçirildiyi həmin o tankdır və bu tank Şuşa Xankəndi yolundan götürülüb və hazırda da Qənimətlər Parkında insanların tamaşasına nümayiş üçün göstərilir və insanlar gəlirlər bunun qarşısında şəkillər çəkirlər. Eləmək istəyərəm ki, mənim yanımda bu tankla bağlı Azərbaycanın milli qəhrəmanı Albert Agronovun komandir yoldaşı Ağabala Qasımov var. Salam, sabahınız xeyir olsun. Bizə daha ətraflı məlumatı bizim milli qəhrəmanımız Albert Agronovla bağlı olan xatirələrinizi zəhmət olmasa bizi izləyənlərlə bölüşərdiniz. Məmnunam. Deməli, əvvəla mən öz adımdan və kollektivimiz Tank Taburun adından bu ATV kanalını dəstəkləyirəm və salamlayıram ki, bizim kimi, yəni ki, Albert kimi qəhrəmanları arayıb axtarırlar, cəmaata çatdırırlar. Deməli, mən danışıma başlamamışdan qabaq özümü təqdim edirəm. Yəni, mənim adım, familiyam Qasımov, adım Ağababa, Sabiroğluyam. Deməli, Azərbaycanın milli qəhrəmanı Albert Agronovun komandir tankıyam. Bildiyimiz kimi, yəni T-72 tankında ekipaj 3 nəfər olur. Mən komandir tank idim, Navoçka Rudiya Albert Agronov idi, şəhid olub. Bir də mexanikimiz Mustafayev Sərrac. O müəyyən səviyyələrə görə, xəstə olduğuna görə burada iştirak eləyə bilmir, amma ürəyi buradadır. Mən bugün çox şadam ki, nəhayət ki 30 ildən sonra bizim deyəndə, yəni Albert deyəndə, yəni biz idi, ekipaj birdir, bir ailədir. Bizim vurduğumuz həmin o tank, indi bizim Qənimətlər Parkında bütün Azərbaycan xalqı yox, bütün dünya üçün bu sübutdur ki, bu gətirib qoyublar bura. Burada şəkil çəkdirənlər var, burada cürbəcür baxanlar var. Yəni mən çox xoşbəxt hiss edirəm özümü ki, yəni o günü də gördüm. 92 mayın 8-də vurulan tank 2023 sentyabrın 24-dür. Mən də buradayam və bu tanka baxıram. Siz də ki, deməli bu vurulma tarixi necə oldu? O vaxt məsələn biz könüllü olaraq orduya yazılanda
Yəni bizim bir dənə amalımız var ki, torpaqlarımızı azad eləyək. Bunun vurulmasında, bunun bura gətirilməsində də bizim möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü, yəni daxili xarici siyasət nəticəsində sübut elədi ki, Erməniyə biz Azəri Türkiyəyik. Yəni biz nə qədər ürəyimiz rəhimli olsa da bizim vuran əlimiz də var. Yəni bu müharibənin başlamamışdan qədərə qədər nə qədər biz ermənilərlə məsələn müqavilələr oldu, sülh sazişləri. Yəni bunlar belə şeydirsə ipə sapa yatmırdılar. Nəhayət o dərəcə çatdırdılar ki, bunlara bir dəmir yumruq dedi başlarına. Ondan sonra yenə ayrılmıblar. Yenə öz işlərindədirlər, öz belə altdan-altına iş görürlər. Amma buna da sonu olacaq inşallah Allahın köməyi. Allah Taala'da mənim bir dənə arzum budur ki, o gündə görün. Yəni mən çox belə şadam, çox belə özümdə qürur hissi, yəni danışanda da hiss edirəm ki, mən axır bu gündə gördüm. Bunun vurulma tarixi belə idi ki, 7-sinə 8-inə keçən gecə deməli ermənilər güclü hücuma hazırlaşdılar. İndi rusların əli nəsə də belə şey elədilər. Səhər açılırdı, 8 idi, səhər açılırdı, may ayının 8-i, hava da yaxşı idi. Bunlar deməli birinci bizə atan erməni oldu. Erməni oldu, vura bilmədi. Vura bilmədi, mən də qışqırdım onu, mən Albertə çox həmişə Alik deyirdim. Alik vur, atırlar, vur. Amma onun da bir dənə sözü var, çox sakit idi, der ki, narahat olma ağa. Mənim adım Ağa babadır, amma bütün uşaqlar arasında mənə babanı qoyublar, deyirlər, cavansan. Ağa deyirlər. Dedim, mənə qayıtdı ki, ağa narahat olma, vuracağım. Dedim, vur, ikincinə atsa deyəcək. Dedim, narahat olma ki, bu atdı. Atdı, gördüm, tank dayandı. İndi fırlandı belə tankın içində. Dedi, nə oldu ağa, ben narahat idim, vurdum ha. Biz o vaxt məsələn, mən fikirləşmirdim ki, bizim vurduğumuz tankı, yəni ki, Şuşaya gələn tankdır da, bizim o mənfur düşmənlər qalxızı ilə ki, yuxarı, bizim nə dedilər, dədə-baba torpaqlarımızın alınmasının uğrunda gedən döyüşlərdə türklər tərəfindən vurulan tankdır. Heç familiyasından mənim ekipajı kim olub, gör olub. Bəli, elə bu tank Şuşa şəhərinə girən ilk tanklardan idi. İlk tankdan olub. Yəni ki, ondan sonra da gəldi texnika. Əsas bu idi. Heç mən bilirəm də, biz fikirləşmirdik yaxı ki, bizim vurduğumuz tankı, bunlar belə bir şey edəcəklər ki, nə deyirlər, nəsə bir yaratıcı elə ki, bu bizim ata-baba torpaqlarımızın azadlığı uğrunda, Şuşa torpağımız azadlığı uğrunda vurulan ilk tankdır bizdə. Sonra biz bildik ki, bunu qoyublar, orada postament düzəldiblər, bunu hər il gəlirlər, həmin o alınan tarixdə ziyarət edirlər, belə. Yenə çox sağ olsun bizim prezidentimiz, bizim baş komandamız, ordumuz ki, bu arzularını da ermənilərin ürəyində qoydu. Yəni, indi hal-hazırda mən tankın yanındayım. Çox sağ olun, Allah razı olsun. Biz sizə təşəkkür edirik ətraflı məlumatınız üçün və tank yararsız vəziyyətdə olmağına baxmayaraq bizim Müzəffər Azərbaycan ordusu tərəfindən 23 saat 43 dəqiqə sonra həmin bu tank gəldi bizim Hərbi Qənimətlər Parkına. Bizim bu saata bu dəqiqəyə çatdıracağımız bu qədər. Növbəti dəfələrdə bizim efirimizi izləyin ki, hər şeydən xəbəriniz olsun.